Herkese selamlar. Bugün Səfəvilərlə beraber dünya fəthi qayrəmıza o qaldığımız yerdən davam edirik. Gördüyünüz kimi növbəti işğal hədəfimiz burada Çerkesiya olacaq və Qafqazların tamamilə bir hakimi olmaq istəyirik. Bu məqsədlə də birazdan Çerkesiya istiqamətində hücumlar edəcəyik. Əvvəlcə qoşunları Çerkeziyanın necə deyirlər, mərkəz hissələrini, yəni sərhəd hissələrini hazırda gördüyünüz kimi çəkməyə çalışıram ki, buradan qoşunlarımız artıq fəaliyyətə keçsinlər. 3000 nəfəri buradan qoşun əsas istiqamətdən şübhəsiz ki, yürüdəcəyik. Əsas sərhəd hissələrindən qoşunlar hazırlayırmağa çalışıram ki, orada daha çox bizim qoşunlarımız olsun. Gördüyünüz kimi qoşunları bu istiqamətlərdə çəkməyə başlayıram. Artıq sərhəd boyu ərazilərin hamısında qoşunlarımız var. Çerkesiya ilə onsuz da münasibətlərimiz o qədər yaxşı deyil. -9 istiqamətində münasibətlərimiz var. Digər bir qonşu ölkəsi olan ölkə ilə isə münasibətlərimiz -38-ə bərabərdir. Bu da hər an müharibə olması təhlükəsini bizə gətirir. Osmanlılarla əlaqələrimizi yaxşılaşdıraq, eyni zamanda çalışacağıq ki, bu dövlətlə əlaqələrimiz yaxşı olsun. Təbii ki, bu dövlətlə əlaqələrimizin yaxşı olmasından savayı sərhəddə biz biraz qoşun yığaq, çünki bunlarla bizim hər an bir savaşımız olma ehtimalı var. Və bu savaş olma ehtimalının qarşısını almaq üçün də təbii ki, sərhəddə biraz qoşun yığmağa çalışdım. Çünki bu ölkə bizim üçün böyük bir təhdid rolunu oynayır. Osmanlılarla əlaqələrimiz -4-ə bərabərdir hazırda, onlarla əlaqəmiz hər an arta bilər. İndi nə edəcəm? İndi isə qoşun yeridim təbii ki də. Qoşunları biraz da artırıb Tbilisi istiqamətindən çəkəcəm buraya və daha çox bir ordu ilə bərabər hücumlar etməyə çalışacağıq. Gördüyünüz kimi hazırda necə deyirlər, buradan qoşunları çəkdim bu istiqamətlərə və Çerkeziya doğru bir hücumlar həmlələri hazırda edəcəyik. Çerkeziya əlaqələrimiz -9, biraz da söyüş-söyündən sonra artıq onlara qarşı savaş elan etməmiz mümkün olacaq. 18 minlik ekonomiyaya sahib bir ölkədən bəhs edirik və budur, artıq savaşı elan etdik. Savaşı elan etdikdən sonra isə sürətli şəkildə hücumlarımıza başlayırıq. Əsas iki istiqamətdən Çerkeziyaya girməyə çalışıram. Buradan biraz girməyimiz alınmadı, çünki onlar daha çox qüvvələrlə biraz oradan bizi sıxmağı bacardılar. Biz səhərki içəriyə doğru girməyə çalışırıq. Buranı ala bilsək çox qəşəng olacaq. Burada 1000 nəfərlik qoşunlar qaldı. Buranı aldıq qəşəng zor. 7000 nəfər qaldı. 3000 nəfərə, 4000 nəfərə verdim. Bura 7000 nəfərlik qoşunda digər istiqamətdən göndərdim və artıq biz bu torpaqları almağa başladıq. Digər bir yürüşümlərimiz isə irəli doğru davam edəcək. Əsas hədəfimiz paytaxtı işğal etmək və bütün Çerkeziyanı öz torpaqlarımıza qatmaq olur. Şübhəsiz ki, Çerkeziya artıq demək olar ki, işğal olmaq üzrə gedir. Paytaxtı Soçiyə son bir yürüyüş etdik. Paytaxt Soçini almaq hər nə qədər çətin olsa belə biz bunu çalışacağıq ki, paytaxtı alaq. Soçini alandan sonra artıq demək olar ki, bu dövlət çıxacaq deyə fikirləşirik. Hələ ki, paytaxt almaq mümkün olmur bizim üçün. 6000 nəfərlik ordunu biz o istiqamətə göndərdim ki, bəlkə paytaxtı alaq. Paytaxtı almaq mümkün olmur. Bu paytaxt o qədər güclüdür ki, onları almaq mümkün olmur. 4200 nəfərlik qoşun çəkirəm bu istiqamətə. Yenə almaq mümkün olmadı. Və nəhayət ki, Soçini aldıq və beləliklə Çerkeziya bizim növbəti müstəmləkəmiz olmuş olur. Çerkeziyanı da tamam olaraq işğal edirik və Çerkeziya artıq bizim ordumuz siyasına qatılır. Bu qoşunları burada saxlamaq fikrim var, çünki digər bir dövlət olan, bizə hər an hücum edə bilər. Bunu nəzərə alsaq, bizim üçün ciddi bir təhlükə törədə bilər. Ona görə o təhlükənin qarşısını almaq məqsədilə qoşunlarımızı bu ölkənin, yəni bu ölkənin adı nə idi? Adını tam olaraq bilmədim. Astrahanın sərhədlərində saxlamaq çalışacağam. Bu ölkə bizə hər an hücum edə bilər, çünki baxıram ki, ordular yığıb artıq saxlayıblar, ordu gətiriblər və bunlarla münasibətlərimiz çox pis, yəni -37-yə bərabər münasibətlərimiz var. Eyni zamanda burada Noqay ordusu var ki, onlarla da münasibətlərimiz heç yaxşı deyil və eyni şəkildə Krımda -25-ə yaxın əlaqələrimiz var. Artıq Osmanlılarla müsbət 10-dur əlaqələrimiz. Bu çox yaxşı yöndə irəliləyir Osmanlılarla əlaqələrimiz. Amma eyni şəkildə bir Məmlüklərlə əlaqələrimiz eyni şəkildə yaxşı şəkildə iştirak əslində artmır. İndi isə Səfəvinin içində olan dövlətləri işğal etməyə başlayacağıq. Çünki onlar da bizim üçün
təhlükə törətmirlər, amma yəni, biz onları artıq işğal edib böyük bir səbəbləri yaratmaq istəyirik. Bu yöndə addımlar atmaq istəyirik. Burada qoşunlar hazırda yerdə. Burada qoşunlar buradan çəkdiyim gördüyünüz kimi eyni anda iki ölkəyə hücum etməyə fikrim var. Səbəblərin içində yer alan bu dövlətləri işğal edəcəyik. Görək bu bizdən necə şəkildə alınacaq. 4000 nəfərlik qoşun bura çıxardım. 1800 çıxardım bura və 2000 nəfər qoşunu çıxardım bura. Məncə artıq hücum eləmək olar bu ölkəyə qarşı. Bu ölkə əlaqələrimiz yaxşıdır, amma indi əlaqələri pisləşdirəcəm. Bu ölkə əlaqələri pisləşdirmək lazımdır. Biraz da söyüş. Söyüşün biraz da artıraq dozasını və artıq müharibə elan edə bilərik. Bəli, artıq müharibə elan edə bilərik dedik və dəqiqə bura qoşun çıxara bilir. Bura çünki əsas paytaxtası orada yerləşir. Qoşunları da istiqamətləndirirəm bu istiqamətlərə doğru çox sürət bir şəkildə bu dövləti artıq işğal etmək istəyirik. Görək bu bizdə necə alınacaq. 2700 nəfərlik qoşunu da digər istiqamətdən göndərdim. Belə artıq bu dövlət bizim torpaqlarımızın içinə qatılmış olur. Təbii ki, bunu da aldıq. Keçən növbəti işğallarımızda, keçən növbəti işğal prosesimizdə isə biz artıq bu dövləti almağa çalışacağıq. Bununla əlaqələrimiz onsuz yaxşı deyildi. İndi tez şəkildə qoşunları çəkirəm bura. Buradan paytaxta artıq qoşunlar yürüdürəm. İlk hücumumuz uğurlu olmur. Bir dənə bu torpaqları alaq özümüzə. Oyda alır onu. Bu pis olduğu üçün. Orada bir dənə boşluq verdi və o boşluqda bizə əslində çox böyük bir şəkildə bir maneəçilik törədir ki, torpaqları yenidən rəqiblər işğal etsinlər. O boşluğu orada verməməliydik. 13 minlik artıq ordumuz var. 13 minlik orduya bərabər almaq olar. Dəqiqə. Hədə o paytaxtdan alınmamışıq və 13 minlik qoşunu artıq üzərlərinə doğru artıq sürməyə vaxtı gəlib çatdı deyə fikirləşirəm. Hədə alınmadı. Yenə 13 minlik qoşunu üzərlərinə doğru hərəkət etdirirəm və nəhayət ki təslim oldular. Təslim oldular və artıq onların torpaqları da bizim torpaqlar ərazisinə qatılır. Və səfəvlər artıq böyüməyə, ərazisini genişləndirməyə davam edir. Biz artıq bu ölkələrin hamısını öz torpaqlarımıza qatdıq. Assimilasiya işləmlərini reallaşdıraq. Bəli, assimilasiya işləmlərini reallaşdırdıqdan sonra artıq mərkəz hissələrinin torpaqları da almışıq. İndi isə təbii ki də nə edəcəyik? Burada bir sistem var. Onlar münasibətlərimiz heç yaxşı deyil. Mənfi 11 münasibətlərimiz var burada da. Timurla əlaqələrimiz heç yaxşı deyil. Timur əlaqələrimizi biraz yaxşılaşdırmağa çalışacağım. Belqistan əlaqələrimizi yaxşılaşdırmağa çalışacağım. Çünki bu ölkələr qarşı əlavə bir müharibə elan etmək bir fikrimiz yoxdur. Bura 1000 nəfərlik qoşun çıxardım. Çünki buradan hər an hücum edə bilər. Deməli, Sistan dövləti. Çünki bu ölkə bizə təhlükə törədən bir ölkə ola bilər. Çünki əlaqələrimiz qədər yaxşı deyil. Və bizə hər an təhlükə edə bilərlər. Sistanı alacaqdım. Bu qoşunları yerdən bura. Bunu çəkin bura. Sən də gəl bura. Sən də bura keç. Sən də keç bura. Sistana doğru bir hücum əməliyyatı hazırda planlarım var. Çünki Sistan bizə sonra hücum edəcək böyük ihtimalla. Ona görə indi onların başına əzmək lazımdır ki, sonra da bizə hücum etməsinlər. Bəli, bu da Sistana doğru ilk hücum əməliyyatlarını reallaşdıracağım artıq. Görək bu hücum əməliyyatımız hansı şəkildə bitmiş olacaq. Sistanı aldıq. Bəli, çox asan şəkildə Sistan üzərində qələbə qazanmış olduq. Sistan artıq öz torpaqlarımızın içərisindən qatdığımıza görə artıq bir dövlətin də müstəqilliyini bitirmiş oldu. 1515-ci ildəki artıq bu hücumlar nəticəsində Sistan artıq öz torpaqlarımıza qatılmış olur.
Timurlarla bizim vəziyyətimiz necədir? -41 oldu. O Timurla yox. Timurla hazırda -7-dir. Diğer ölkədə -8-dir. Bu da əlaqələr heç də normal deyil. Gedmə burada -31 olan bir dövlət əlaqələrimiz var. Osmanlı hazır əlaqələrimiz müsbət 14 istiqamətində davam edir. Osmanlı əlaqəmizi yaxşı tutaq. Bu aralar Osmanlılarla oydu. Məmlüklər artıq məmlükləri biz yer üzündən silməliyik. Çünki onlar bizə təhlükə törətməyə başlayırlar. Biz o qeyd edək. Səfirlər 404 min ekonomi, məmlüklər biraz güclüdürlər. Onlar udmaq biraz başını üçün deyir açıq. Ona görə biraz diqqətli olmaqda fayda var. Bu ölkələr Bakulla mənfəli əlaqələrimiz var. Bunlar bizə hər an hücum edə bilərlər. Bu Ərəb yarımadasında olan ölkələr bizə hər an təhlükə törədə bilər ölkələrdir. Çünki hamısı bizimlə münasibətdədirlər. İndi nə edəcəm mən? Gəlin buranı işğal edək. Çünki buranın işğalı vacib bizim üçün. Bunu öz torpaqlarımıza qataq. Məmlüklər bura girməmişdən əvvəl. Məmlüklər olsa bura girə bilməzdi. Bu bizim öz daxili torpaqlarımızın içərisində yer alan bir ölkədir. Yəni başqa ölkələr bura heç cür hücum edə bilməzlər. Amma indi yəni bu torpaqlarda özümüzə qataq ki, sonra içimizdə bizə qarşı bir müharibə elan edə bilməsinlər. Bu qoşunları bura çəkəcəm. Bax, burada qoşunumuz yoxdur. Bax, bu qoşun olması burada bizə pis təsir edə bilər. Bura əskərlər hazırda yığdım. Hücum etmək olmur. Almağa çalışırlar. Gördüyünüz kimi böyük bir hissəsini aldı artıq bu ölkənin də. İndi isə əsas məqsəd paytaxta təbii ki girməkdir. Paytaxta girə bilsə hər şey bizim üçün yaxşı olacaq. Paytaxta girmək üçün isə buradan 2000 nəfərlik qoşunların hamısını irəli cəbhəyə doğru çəkdim. 2000 ilə 1500 nəfər də bu istiqamətdən hücumlar üzərinə yerləşdirdim. Buranı aldıq. Buranı almaq mümkün olmur. Çünki paytaxt biraz bütün təhlükə törədi. Amma nəhayət ki bu ölkəndə işğal etdik və bütün torpaqları öz torpaqlarımızın içərisinə qatmış olduq. Burada artıq işğal olunur və ərazimiz biraz daha böyümüş olur. İndi bu ərazilər də gələn assimilyasiya edək ki, assimiliyasiya işləməni reallaşdıraq. Bəli, bunları da artıq assimiliyasiya etdiyimizə görə artıq biz digər ölkələrə keçə bilərik. Digər ölkələrə keçməmişdən qabaq isə burada bizim necə deyirlər şeylər inşa etməliyik. İqalələr inşa etmemiz şərtdir. Çünki bura bizim necə deyirlər paytaxtımız deyil olmasa belə, yəni bura bizim üçün çox yaxın yerlərdir. Liman inşa edə bilmirim. Çünki liman inşa etməyə puanım yetmir. Təəssüf ki. Bir ölkədə bu liman inşa edərək sonra. Çünki biz birazdan artıq bu istiqamətdə də hücumlar reallaşdıracağıq. Avaz hazırda bizim üçün strateji bir konuma sahibdir. Avaz. 18 səviyyəyə yaxınlaşıb. Osmanlılarla münasibətlərimiz yaxşı istiqamətdə davam edir. Osmanlı bizim münasibətlər. Amma biz təbii ki də görək başqa kimlərə işğal etmək olar. Qoşunlar çəkək bura sərhəd istiqamətə çəkək. Əslində buradan girib ərəb ölkələrini işğal etmək mümkündür və ərəb yarımadasında biraz daha ayrılmaq, girmək olar. Qafqazı tam olaraq işğal etmişik. Buradan bizim Astraha bizə hücum edə bilər. Hər an Astrahaya qarşı diqqətli olmaq lazımdır. Novorossiyada onsuz da bizim qohumluğumuzda yaxın əlaqələrimiz yoxdur. Krım da bizə hücum edə bilər, amma Krım da Osmanlılarla əlaqəsi yaxşı deyə. Məncə bizə hücum etməzlər. Biz gəlin ərəb yarımadasına bir giriş eləyək. Ərəb yarımadasına gələn bir giriş eləyə görə ərəb yarımadasını necə şəkildə ala biləcəyik yoxsa yox. Bu ərəb ölkələrinin bizə qarşı necə deyək, bir ikini var. Bunu görürük. Liman inşa etmək təəssüf ki mümkün olmur. Qoşunlar çəkdi hazırda bu istiqamətə çəkdi qoşunları. 8000 nəfərlik bir qoşunumuz var gördüyünüz kimi. Gəlin bu ölkə doğru ilk hücumumuzu reallaşdıraq və ərəb yarımadasına daxil olmağa başlayaq. Ərəb yarımadasına hazırda an etibarilə daxil olduq. Buradakı qoşunlar çəkdi bizə. 7000 göndərək bura. 7000 diğerini göndərək bura. Yox, bura bizə
hücum etmediler. Keçən dəfə bu ölkə hücum edəndə bunlar da bizə hücum etmişdilər. Bu 7000 nəfər çəkdim bura. Bunu çəkdim bura, bunu çəkdim bura. Burada bizim şey yoxdur deyə, limanımız yoxdur deyə, liman olmaması bizə çox maneçli əslində törədir. Noqay ordusu bizə hücum etdi, bir dəqiqə. Noqay ordusu hazırda bizə hücum edib. Bu isə Noqayın Xəzər dəniz üzərindən bizə hücum edə biləcəyi mənasına gəlir. Bəli. Noqay ordusunun bizə edəcəyi tək hücum, o da Xəzər dənizi üzərindəndir. Ona görə dəniz sahili ərazilərimizə biz gəlin qoşunlarımızı yerləşdirək. Bu heç yaxşı olmadı bizim üçün. Heç yaxşı olmadı ha. Paytaxtı falan hamısının qoşundan təmin eləməyə çalışıram hazırda. Buradakı 9000 nəfərlik qoşunu çəkirəm hazırda buraya. Çəkirəm bunu Qəbələ istiqamətində. Çəkirəm ki, Noqay ordu bizə oradan hücum edə bilməsin. İşlər bizim üçün yavaş-yavaş qızışmağa başlayır. Noqay ordusu bizə hər an hücum edə bilər. Diqqətli olmaq lazım Noqay ordusunun hücumlarına. Biz tez şəkildə bu işğalları bitirməliyik ki, sonra Noqay ordusunu artıq normal şəkildə hücumlar edə bilək. Paytaxtı işğal etmək ki mümkün olmadı. Bunun 1200 nəfərlik qoşunu qısamlı budur. Hələ buranı işğal etmək mümkün olmur. Yəni paytaxt şəhəri işğal etməyərək mümkün olmur. 5900 nəfəri. Bağım kim? Hasan Keyev. Allah Hasan Keyev bağımsızlığı vaxtı Hasan Keyev. Hasan Keyev bizə deyəsən müharibə elan etmək istəyir. Buradan çalışıram ki, qoşunlar yerdim amma bunların hücumları yaxşı alınmır. Yaxşı alınmır. Yenə bir qoşun yeritdim. 8000 nəfərli bir dəfə qoşun yeritdim paytaxt istiqamətində. Lakin paytaxtı nəhayət ki paytaxtı işğal etdik. Nəhayət. İndi 3000 nəfər bir çəkək, 3000 nəfər bir çəkək, 4000 nəfər çəkək. Bura 4000, bura 2000, burada 5000 nəfər çəkək bura. Güya bunlar təslim oldular, yoxsa yox. Təslim oldular mı? Bəli, təslim oldular. Nəhayət təslim oldular. Ay zibi. Bunlar da bizə hücum etdilər. Və hər dəfə yaxşı şəkildə biz hücumlar edəndə kimsə bizə mane olmalıdır mütləq. Bir Hasan Keyimiz əskirdir bizə hücum edən. Barış müzakirələrinə görə bu ərazilərin hamısını öz torpaqlarımıza qatırıq. Və indi hücum etmək lazımdır. Vay zibil deyəmədilə bunlar. Bu pis oldu ki, bunların bizə müharibə etməyə çox pis oldu. Bizim başımız qarşı bunlara. Başımız qarşı bunlara, bunlar da bizə hücum edirlər. Buradan paytaxtı almam mümkün olmur. İkinci hücumu əməliyyat reallaşdıracaq. Erdogülün. Erdogülün kimdir ki bizə müharibə? Bunların vaxtında başını əzmək lazımdır ki, bizə müharibə etməsinlər. Bu Noqay ordusu bizə nə var hücum
hücum etmə fikirləri var. Nova ordusu görək müharibə təklifindən boyun qaçıracaq yoxsa yox. Ay izləyib, bunlar lazım idi bizə. Hivə xanlığı. İşlər qaçışır ha. Eyni anda 3 dövlət bizə hazırda hücum edir. O qorxduğum başıma gəldi. Qorxduğum başıma gəldi çünki eyni anda 2 ölkə hazırda bizə hücum edir. Eyni anda. Bu 9000 nəfərlik qoşun çəkək bura. Bir də bunlar əskiydi bizə. Bu heç yaxşı olmadı, heç yaxşı olmadı bu. Çünki bu dəqiqə bütün qonşu dövlətlər bizə qarşı hücum əməliyyatları edirlər. Eyni anda 2 dövlətə qarşı hazırda savaşdırıq. Oyda. Böyük bir qüvvəyə gəlirlər deyə Allah bizim ərazilərimizi. Vaxtında bilsəm bunlara qarşı savaşa hazırlaşardım. Vaxtında mən təxmin eləmirdim ki, bunlar bizə qarşı savaş edərlər bu qədər tez şəkildə. Özü elə vaxt savaş etdilər ki, bizim digər ölkələrə qarşı müharibəmiz olduğu bir vaxtda savaş etdilər. Ayda biti bir qutaya büyüyüb. 9000 nəfərlik qoşun gələn kimi bunlar bizi məncə işğal edib bitirərlər. Birazdan hivə girəcəm. Bəlkə bunlarla suyub dalayaq. Görək sülhlər razı olsalar hər şey çox qəşəng olacaq. Çünki bu dəqiqə 2 ölkədə savaşacaq bir necə deyirlər, gücüm yoxdur. Hivə də gəldi bizə paz oldu. Sülhlər razı oldular. Düzdür, ərazi itirdi amma ev yox. Sonra o itirdiğimiz ərazilər onlardan geri alarıq. Hələ ki o ölkəyə qarşı bir sülh diplomatiyası yerinə yetirdik. Amma bizim çox ərazi aldılar bizdən. Bizdən ən az 5-6 tane bizdən ərazi aldılar deyə bilərik. Bir dənə Ərəb Yarımadasını assimilasiya edək. Ərəb Yarımadasını assimilasiya etməklə. Ay hivə, mən sənə işğal etmərəm indi hivə. Mən isə işğal edib sən də bax. Hivə bütün əsəblərimi xarab elədi mənim. İmkan vermədilər otura 3 dəqiqə. Ona bax, hər yerdən hücum edirlər, hər yerdən ha. İndi hivəyə doğru hücumlar edirəm hazırda. Hivəni bitirmək istəyirəm. Deyəsən alınır. Hivəni artıq almağa doğru gedirik. Buradan bunlara üzərinə bu üzü qoşunlar yerdim. Axıllar başlarına gəlsin. 2000 göndərim bura. 4000 bura. 2900 bura. Burada 1260 nəfər qoşun. Burada qoşun yenildim. Və hivə xanlığına artıq hücumlarına başlayıram. Böyük bir hivə xanlığına doğru hücumlarımız artıq start götürüb. Gördüğünüz kimi artıq olan ərazisinin böyük bir hissəsini işğal artıq etmişik. Sadəcə cüzi hissəyə qalıb ki, onunla da almağa çalışırıq. Artıq aldıq. Hivə xanlığı demək olar ki, bizə tabi olmağa doğru gedir. Yine bizdən bir dənə torpaq aldılar. Bizdən bir dənə torpaq aldılar. Bir dənə yerin müdafiəsiz qoydum. O da bizə başımıza bəla oldu.
Oldu hakikaten başımıza bela. Buraları bir qoşunlar yeridim. Sonra isə artıq digər istiqamətlərdən qoşunlar yetməyə davam edəcəm. Bunu yerdim bura. 3000 nəfərlik qoşun isə çəkirəm bura. Və bu torpaqları da almağa çalışdıq. Aldıq oranı. Bir dənə qaldı bura. Bir dənə buranı alaq. Girək ki, hivənin işlərinə doğru yavaş-yavaş girməyə başlayacaq. Və budur, artıq Hivə xanlığı yavaş-yavaş işğal olunmağa doğru gedir. Hivə ərazinin artıq böyük hissəsini almışıq. Sadəcə Noqa ilə qonşu olmaq istəmirdik. Bu dəqiqə şərtlərdə biz Noqa ilə qonşu ola bilərik. Ona görə yox, əslində buranı alsaq qonşu olmuruq. Çünki orada Buxara xanlığı var. Buxara xanlığı ilə sadəcə biz ayrılışma rolunu oynamış oluruq. Bunu da tam olaraq işğal etməyə çalışaq. Hə!